Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Sizinlə studiyada mənəm Şəbnəm Lətifi. Bugünkü qonağımız müğənni Samirə Allahverdiyevadır. Samirə xanım, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Şad olduq sizi burada görməkdən. Çox sağ olun. Samirə xanım, bilirik ki, səhnəyə yeni addımlar atırsınız. Öz fəaliyyətiniz haqqında istərdim bizə məlumat verəsiniz. Necə oldu ki, sənətə gəldiniz? Necə oldu ki, müğənni olmağa qərar verdiniz? Belə oldu ki, mənim geyim mağazalarım var idi. Dostlarım gəlirdilər, tanıdıqlar. Sonra elə bir məsləhət oldu ki, xınayaxtı işinə başlayım. Əvvəldən də incəsənətə marağım var idi. Xınayaxtıya davam eləyirdim. Çox da yaxşı uğurlar qazandım. Çox yaxşı idi. Xınayaxtı, dekorasiyalardı, məclislərin təşkilidir. Sonra sağ olsun dostlarım dedi ki, bəs niyə oxumursan? Elə hər dəfə müğənni dəvət edirsiniz. Elə özünüz də yaxşı səsiniz də var. İstedad, bacarıq da var. Elə başlayım müğənniliyə. Amma artıq bir 6 ildir ki, müğənni kimi fəaliyyət göstərirəm. Bəs gələcək planlarınız nədir? Bilirik ki, hardasa 15-ə yaxın mahnınız artıq təqdim olunub. Yenidən, yeni mahnılar təqdim eləmək fikirləşirsinizmi? Bəli, fikirləşirəm. İndi biraz fərqli, yəni bundan fərqli bir şeylər istəyərdim eləyim. Yəni duet barədə düşünürəm ki, duetləri dəyərləndirəcəm. Hansı müğənnilərlə oxumaq istəyirsiniz duet? Çoxdur belə, yəni təkliflər gəlir. Bugünə qədər də cəmi bir duetim var. O da ki, tanıdığım məclislərdə gördüyüm bir müğənni ilə duet oxumuşuq. Çox təkliflər gəlir, amma niyə də bunları dəyərləndirmirəm. Mən sırf işlə bağlı, yəni sırf iş marağında olan insanla oxuyaram. Amma çoxsunun fikri başqa olur. Yəni həm də ki, duet oxuyanda fikirləşirlər ki, yəqin nəsə var bunların arasında nə? Biraz ona görə bugünə qədər oxumamışam. Amma qalma-qal çıxar ki, bunların arasında sevgi münasibəti var. Çox adam inanmır da, yəni ki, nəsə yoxdur. Amma mən sırf yəni işlə bağlı marağında olan insan olsa, görsəm ki, elədir, dəyərləndirərəm. Bəs ad çəkə bilərsinizmi yenə də hansı məşhur müğənni ilə istəyərdiniz duetiniz olsun? Məşhur müğənnilərdən valla indi ağlıma gələn yoxdur. Yəqin ki, biraz tərz də uyğun gəlməlidir, səs də uyğun gəlməlidir. İndi hal-hazırda elə bir arzuladığım müğənni yoxdur. Türklərdən var bəyəndiyim müğənnilər. Sərkan Kayanı çox bəyəndirəm, ondan çox istəyərdim, yəni. Amma xəyal olar da yəqin ki, ondan duet oxumaq. Bəs müğənnilərdən sizə mənəvi dəstək olan biri varmı? Müğənnilərdən sağ olsun, çox olub dəstək gördüyüm müğənnilər. Məsələn, biri əməkdar artist Səlim Abbasovdur, skripka ifaçısı. Sonra İzzət Bağırovun çox dəstəyini görmüşəm bu sənətə gələndə. Yəni, çox stimul da böyük bir dəstəkdir, həqiqətən. Çoxdur, yəni gördüklərim var. Məsələn, mahnılardır, sözləridir. Bunlarda da dəstək olanlar olub. Samir Vidad gözəl bir mahnı verib. Sonra Mehdi Masalının mahnısını oxumuşam. Yəni sözlər yazıb, xınayaxtıma gözəl sözlər verib mətni. Bəlkə də indi çoxları bu dəqiqə yadıma düşməz. Sonra inciyərlər, çox vaxt elə olur. Amma yəni olub, sağ olsunlar. Yəni mən heç vaxt itirmirəm də onların dəstəyini. Adətən sizi xanım müğənnilərin yanında görmürük. Ümumiyyətlə rəfiqəlik etdiyiniz kimsə varmı xanım müğənnilərdən? Xanım müğənnilərdən çox sayı azdır bəyəndiyim, yəni münasibət qurduğum, səmimiyyət qurduğum, səmimi olduğum. Çoxunun demək olar ki, əksəriyyətini belə, necə deyim, kobud çıxmasını bəyənmirəm. Nə mənada? Nə mənada? Savadları yoxdur. Ən adi demirəm ki, yəni təhsil. Bu məktəb təhsili olsun. Elə bil birinci sinifi belə oxumayıblar. Baxırsan statusuna, baxırsan nəsə bir danışığına, bir yazılışına, bir cümlədə insan nə qədər səhv eləyir. Yəni sən birinci sinifdə harda olmusan ki, sən bu dərsi bilmirsən də. Bizə, məsələn, anam otururdu, məşğul olurdu müəllimədən əlavə. Fikrimiz dərsdə olub da uşaqlıqdan. Bunların hansı tərbiyə ilə böyüyüblər, mənə çox maraqlıdır. Məsələn, danışırlar, əl uzadırlar, mahnı oxuyanda belə barmaqla əl uzadır.
mən o tərbiyəni görməmişəm deyə onlarla məndə heç tutmaz. Yəni efir mədəniyyəti yoxdur bəzilərində. Efir mədəniyyəti yoxdur, bir xanımlıq yoxdur. Bir qadında hər bir şeydən əlavə, hər bir sahədə, istər müğənni ol, istərsən müəllimə ol, ya həkim ol, nə olursan ol, ya adi bir sıradan bir satıcı ol, bir mağazada qadın mədəniyyəti olmalıdır, bir xanımlıq olmalıdır. Onu görmürəm. Ona görə də rəfiqəliyə etmir. Yox, alınmaz axı mənlə onlar da. Samirə xanım, gələcəkdə əməkdar artist və ya xalq artisti adını qazanmaq istəyərdinizmi? Valla o deyirlər, heç vaxt demə, yəni onu heç kəs bilə bilməz ki, nə ola bilər, niyə də olmasın. Mən hüquq oxuyanda bilməzdim ki, bir gün gələrəm, müğənnilik eləyərəm. Bizim ailə tam başqa bir mühitdə mən böyümüşəm. Yəni, xoşlamırdılar da, belə müğənnilikdir, səhnədir. Bugün də mənim anam narahat olur, sevmir, deyir ki, bu nə sənətli seçmisən. Biz tamam belə ciddi rejimdə, başqa cür böyümüşük də, başqa. Yəni, atam şöhrətpərəst idi, idarə müdiri olub. İstəyirdi ki, mən hüquq oxuyum, amma həvəsim yox idi. Bilirdim ki, nə vaxtsa qoy bunların dediyini eləyim, amma özüm istədiyim... Öz arzularınızı seçmədiniz. Yox. Belə inşallah hər zaman uğurlar mənlə olar. İnşallah. Dediyiniz kimi o da qismət olar. Dəvətimizi qəbul edib gəldiyiniz üçün çox təşəkkür edirik Samirə xanım. Mən təşəkkür edirəm. Çox xoş oldu. Düşünürəm ki, izləyicilərimiz üçün də maraqlı bir söhbət oldu. Bir daha təşəkkürlər. Sağ olun. Sağ olun.